Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Alman-Azərbaycan Forumu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlin Humboldt Universiteti, Brandenburg Elmlər Akademiyasında Azərbaycan multikulturalizmi, tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli mövzusunda beynəlxalq elmi konfrans keçirib. Beynəlxalq konfransda Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri akademik Kamal Abdullayev ölkənin milli təhlükəsizlik kontekstində multikulturalizmin mühüm yer tutduğunu vurğulayıb. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov toplantı iştirakçılarına dünyada dini, etnik, irqi milli zəmində baş verən münaqişələrə görə süni surətdə yaranan ayrı-seçkilikdən əziyyət çəkən insanların həyatında tolerantlıq və multikulturalizm dəyərlərinin vacib olmasından danışdı. Digər çıxış edənlər Azərbaycanda tolerantlıq və müxtəlif dinlərin dinc yanaşım mövcudluğunu yüksək qiymətləndirdilər. Bunun Azərbaycan üçün nümunə olduğunu dedilər. Tədbirdə Azərbaycan dini dözümlülük üçün nümunə adlı sənətli film nümayiş olundu. Sonra ölkəmizdəki dini tolerantlıq və multikulturalizmlə bağlı və mədəni müxtəliflik barədə müzakirələr aparıldı. Forumda Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxış edərək ölkəmizdə qədimdən mövcud olan multikulturalizm ənənələrindən, azsaylı xalqların öz tarixi köklərini və mədəniyyətlərini saxlamaqda onlara göstərilən dövlət qayğısından danışdılar.